Əgər sürət sabit qalıbsa, deməli əvəzləyici qüvvə sıfırdır. Onda biz bu iki qüvvənin əvəzləyicisini tapıb, üçüncüsünü də onun əksinə yönəltməliyik ki, onlar bir-birini kompensasiya etsinlər və yekunda qüvvə təsir etməsin. Bunun üçünsə qüvvələri proyeksiyaya ayırırıq. Deməli, burada 3, burada 2 dama var. 3-dən 2-ni çıxanda bu istiqamətdə 1 qalacaq. Yuxarı 1, aşağı 2. 2-dən 1-i çıxanda aşağı doğru da 1 qalacaq. Onda bizə bir dənə müsbət 1 lazımdır. X oxu boyunca. Bir dənə də Y oxu boyunca 1 lazımdır ki, bunlar getsin bunlarla və əvəzləyicisi 0 eləsin. 1, 1. V bərabərdir kökün altında Jm bölünsün R. M-in yerinə də rho V yazacağıq. Bunlar qalacaq. V-nin yerinə 3-də 4 pi R kubu yazacağıq. Bu ilə bunun kubdan bir dənəsi gedəcək, kvadrat qalacaq. O da kökdən çıxacaq. 4 də kökdən çıxacaq. Pi'lər də buradan getsə, amma yox, pi'ni saxlayıblar, getməsin. Deməli, R çıxdı. 4-dən də 2 çıxdı. Kökün altında qaldı J, rho, pi bölü 3. Yəni, bu birinci kosmik sürətin düsturudur. Yuxarı yönəlmiş A tərcihi ilə hərəkətdə P bərabər olur M, J plus A. Sükunət halında isə P bərabər olur MJ-yə. Şərtə görə bu 3P0-dır. Bu isə P0-dır. P0 50-ni 10-a vuranda 500 eləyir. 3P0-da olacaq. 3 vur. 500. Yəni 1500. Nə qədər böyükdür? 1500-dən də 500-ü çıxıram. Qalır 1000. Burada 10 dənə bölgü var. Bir cins tirdə də onsuzda. 50-ni 10-a böləcək. Hər bölgüyə 5 düşəcək. İndi buradan K nöqtəsindən kəsiriksə, 2 bölgüsünü kəsdik. Qaldı 8 bölgü. 8-də 5-ə vuranda eləyir 40. Deməli, indi birin kütləsi olacaq 40 kiloqram. Ağırlığı da düşəcək. Tən ortasına 8-in yarısı bura. 400 Newton. Və biz dayağı bura yerləşdirib momentlər qaydasını yaza bilərik. T1 vurulsun, T1-in dayaqdan qolu 2 damadır. D2 vurulsun, T2-nin dayaqdan qolu 3 damadır. T1 bərabər 3K, D2 bərabər 2K deyək. Və yuxarı doğru yönəlmiş qüvvələrin cəmi aşağı doğru yönəlmiş ağırlıq qüvvəsinə, yəni 400 Newtona bərabər olmalıdır. 3K üstə gəl 2K bərabərdir 400. 5K bərabərdir 400. K-nı da buradan tapacağıq 80. Deməli, bu olacaq 240, bu da olacaq 160. Y variantı. Kinetik enerjinin düsturu mv kvadratı bölü 2-ni bərabər edəcəm 50m. M-lər gedir. V kvadratı bərabər olur 100-ə, V də bərabər olacaq 10. Görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Digər tərəfdən də F-ə bərabərdir. Buradan F-i tapsam olur delta YK bölünsün S. İndi birinci üçün F1 bərabər olacaq. Son enerji 0, başlanğıc enerjidə 3Y-dən başlayıb. Məsafədə S-dir. Mənfi 3Y bölünsün S. İkinci üçün son 7, başlanğıc 3Y-dir. Məsafədəki 2S-dir. Bu da olacaq mənfi 2Y bölünsün 2S. Mənfi Y bölünsün S. Nisbətləri istəyir. F1 bölünsün F2. 3Y bölünsün S. S qalxır yuxarı, Y düşür aşağı. Cavab deyəcək 3. A bəndi. Yaylı rəqqasda rəqsin periodu 2pi kökün altında M böl K ilə təyin olunur. T bərabər 20 saniyə ərzində deməli 10 nöqtəsindən 40 dəfə keçir. Onda neçə dənə dövr etmiş olar? Bir dənə dövrdə, baxın, A-dan başlayır. Bir dənə dövrdə
bir dəfə keçir, sonra gəlir bura. Sonra bir dəfə də keçir, gəlir, çatır. Elə bil ki, bir dənə dövrdə 2 dəfə O nöqtəsindən keçir. Bunda 40 dəfə keçibsə, deməli 20 dənə dövr eləyib də. Çünki bir periodda 2 dəfə keçir həmin o 0 nöqtəsindən. Onda periodu tapacağıq. T bölündən eləyəcək 1. Deməli 4pi kvadratı m bölünsün k bərabər olacaq 1-ə. Biz də k-nı axtarırıq. K bərabər olacaq 4pi kvadratı m bölünsün 1. Pi kvadratını 10 götürməliyik. Bu da 0, 10 da 1'dir. Bölünsün 1. Bu da bizə 4 verəcək. Deməli, birinci şəkildə aşağı doğru gərilmə qüvvəsi var. Bir də aşağı doğru mc ağırlıq qüvvəsi var. Yuxarı doğru da Arximed qüvvəsi təsir göstərir cismə. İkinci halda isə ancaq mc qalır, bir də F Arximed qalır. Tarazlıq halıdır deyə elə F Arximed də mc-yə bərabər olur. Buna 1 deyək. İkinci halda da F Arximed 2 bərabərdir mc. İndi bunun 3 hissəsi batanda ona təsir edən Arximed qüvvəsinə 3F deyək. 2 hissəsi batanda ona təsir edən Arximed qüvvəsinə 2F deyək. Çünki Arximed qüvvəsi batan hissənin həcmindən asılıdır. 30 üstəgəl mc bərabərdir 3F. mc də bərabərdir 2F. mc-nin yerinə 2F yazaq. 30 üstəgəl 2F bərabərdir 3F. Buradan da alacağım ki, F bərabərdir 30-a. Aha. Onda 3F olacaq 90. 2F də olacaq 60. Deməli, ağırlıq qüvvəsi 2F idi axı. 60 newtondur. Bunda belə çıxır ki, kütlə də 60 bölünsün 10. 6 kiloqramdır. YK bərabərdir 2-də 3 KT-dir. Kinetik enerji sabit qalırsa, bu deməkdir ki, temperatur da sabitdir. Yəni, söhbət izotermik prosesdən gedir. PV bərabər nRT yazırıq. Həcm V0-dan gəlib 4V0-a, yəni 4 dəfə artıb. Onda təzyiq 4 dəfə azalmalıdır. Təzyiq həcmdən tərs mütənasib asılıdır. 4 dəfə azalır. Temperaturdakı sabit qalır. 2 və 4. İzobar prosesdə təzyiq sabit qalır. Qaza verilən istilik miqdarının 40% görülən işə sərf olunur. 100 joule istilik miqdarı veribsə, deməli 40 joule görülən iş olacaq. Birincidə 40 joule. İzotermik prosesdə isə daxili enerjinin dəyişməsi verilmiş kütləli ideal qazda 0 olur. Ona görə də istilik miqdarının hamısı görülən işə sərf olunur, yəni 100 joule. D variantı. İzotermik prosesdə doyan buxarda rho təbii ki də V-dən asılı deyil. Ona görə də bu bir nöqtəsini düz bura qədər köçürə bilərəm. Onsuz da sıxlıq dəyişməyəcək. Sonra doymayan buxarda isə artıq buxarın kütləsi sabit olur. Rho bərabər m bölü v-yə əsasən həcm 4 dəfə artdığından sıxlıq 4 dəfə azalmalıdır. Yəni, bura qədər, bu nöqtəyə qədər sıxlıq elə rhodur. Ancaq buradan bura gələndə artıq sıxlıq həcmdən tərs mütənasib asılı olaraq 4 dəfə azalır. F bərabərdir Y S düsturumuz var. Və buradan nisbi uzanmanı tapsaq, F bölünsün YS olacaq. F-in də yerinə mc yaza bilərik. mc bölünsün YS. Dəmir çubuqlar deyir, materiallara eynidirsə, Young modulu eyni olacaq. Kütlələr də onsuz da eynidir, şərtdə deyir. S-in də yerinə pi d kvadratı bölü 4 yazacaq. 4 də qalxır yuxarı. Onda epsilon 1 bölünsün epsilon 2 bərabər olacaq. D2 bölü D1-in kvadratı. D2 2D'dir. D1 D'dir. Bu da 4 eləyir. Deməli, qaldı mütləq uzanma. Delta L
vur K bərabərdə MJ yazaq. Delta ilə buradan tapsaq olacaq. MJ bölünsün K. MJ bölünsün. K'nın da yerinə YS bölünsün. E0 qoyaq. E0 da qalxsın yuxarı. Deməli, M eynidir onsuz da. J də eynidir. Y də eynidir. E0'lar da eynidir. Onda delta L də S-lə tərs mütənasib asılı olduğundan belə çıxır ki, delta L 1 böl delta L2 də bərabər olacaq. S-in yerinə də pi d kvadratı böl 4 düşünürük. Diametrindən yenə də tərs asılı olur kvadratı ilə. Yəni ki, bu da elə bizə 4 verəcək. B variantı. Burada deyir ki, sükunətdədirlər. Halbuki müsbət mənfiyə, mənfidə müsbətə cəzb olunur. Onda belə çıxır ki, sükunət sürtünmə qüvvəsi var. Bunda bu istiqamətdə, bunda da bu istiqamətdə. Yəni, Coulomb qüvvəsi sola yönəlir, bu bura aiddir. Sağa yönəlir, bura aiddir. Qırmızılar Coulomb qüvvəsidir. Sükunət sürtünmə qüvvəsi sağa yönəlir, sola yönəlir. Ədədi qiymətçi Coulomb qüvvəsinin onsuz da bərabər olmalıdır, yoxsa sükunət də olmazdı. Sükunət sürtünmə qüvvəsi Coulomb qüvvəsinin ikisində də elə əksinə yönəlib. Belə bir cavab axtarın. 2, 4, 5, 6, 1, 3. C variantı. Qoşulmuş dövrədə U sabit olur. Enerjinin U olan düsturunu yazmalıyıq. SU kvadratı bölünsün 2. Epsilon 0, epsilon S böl D, U kvadratı böl 2. Epsilondan düz asılıdır. Onda artıb deməli. W2 bərabərdir. W1 üstəgəl 180. Epsilon 10 dəfə artıb. Vakuumda 1'dir də. Onda W2 bərabər olacaq 10 W1. Sol tərəflər bərabərdirsə sağ tərəfləri də bərabərləşdirirəm. 9 W1 bərabər 180. Bu da 20 eləyir. Fotonun sükunət kütləsi yoxdur. 2 dəfə böyüdülmüş xəyal alınıb. G bərabər F böl D'dir. O da bərabər 2'dir. F bərabər 2D'dir demək ki. Lupadan cismə qədər və xəyala qədər olan məsafələri tapın. Lupada xəyal möfhümü alınır. 1 bölünsün. F bərabər 1 böl D minus 1 böl F. Böl 30 bərabərdir. 1 böl D minus 1 böl 2D. Burada 2 artırıram. Ortaq məxrəci gətirmək üçün. 1 bölünsün 2D qalır. D bərabər olacaq 15'ə. Modulda F də bərabər olacaq 30'a. B variantı. Yarımkeçircilərin müqaviməti temperaturundan tərs asılıda azalır. Sərbəst elektronların və deşiklərin sayı artır. Keçiricilik də artır. Birinci enerji səviyyəsində olan atomun iyonlaşma enerjisi 13.6'dır. Düzdür. Birinci həyəcanlanma səviyyəsində olan atomun iyonlaşma enerjisi 3.4'dür. O da düzdür. Birinci həyəcanlanma səviyyəsi dedikdə ikinci səviyyə nəzərdə tutulur. İkinci enerji səviyyəsində olan atomun iyonlaşma enerjisi 3.4'dür. Və ikinci həyəcanlanma səviyyəsində olan atomun iyonlaşma enerjisi də ondan bir dənə yuxarı. Burada göstərir ki, əsas cəryandan induksiya cəryanının istiqaməti eyni olub. Bu nə vaxt olur? Cəryan azalanda. Deməli, açarı açırlar. Açarı dövrədən ayırdıqda mümkündür. Və əsas cəryanın istiqaməti bu şəkildə göstərilib. Deməli, bura müsbət, burada mənfidir. Yəni A variantı. Maqnit sahəsinin enerjisi Li kvadratı böl 2'dir. İndi baxın. Q bərabər 1 üstəgəl 3D'dir. I də bərabər Q böl T'dir. Yəni I Q'nun zamana görə törəməsidir. İndi Q'dən törəmə alaq. Sabitin törəməsi 0'dır. 3D'nin də törəməsi 3'dür. Gördüyünüz kimi cəryan şiddəti sabit 3 elədi. Zamandan asılı deyil. İnduktivlik də zamandan asılı deyil. Hər sarğacın öz induktivliyi var. O zamandan asılı olaraq dəyişmir. Belə çıxır ki, enerji də zamandan asılı olmayacaq. Ampermetrin göstərişinin maksimum olması rezonansın baş verməsi deməkdir. Rezonansın da baş verməsi üçün tutum müqaviməti ilə induktiv müqavimət bərabər olmalıdır. Hazırda tutum müqaviməti 10'dur, induktiv müqavimət 40'dır.
İnduktiv müqavimət tezliyi ilə düz asılıdır, ancaq tutum müqaviməti tezliyi ilə tərs asılıdır. İndi bizdə induktiv müqavimət çoxdur, tutum müqaviməti azdır. Ona görə də biz tutum müqavimətini artırmalıyıq, induktiv müqaviməti azaltmalıyıq ki, bunlar bərabərləşsinlər. Bunların ikisinin də son qiyməti 20 ola bilər ki, rezonans baş versin. 20. Aha, belə. 20 olması üçün tutum müqaviməti 2 dəfə artmalıdır, induktiv müqavimət 2 dəfə azalmalıdır. Onda belə çıxır ki, induktiv müqavimətin 2 dəfə azalması üçün biz tezliyi 2 dəfə azaltmalıyıq. A variantı. Deyir ki, bucağı onun yarısı qədər artırdıqda, yəni alfa bucağıdırsa, onun üzərinə alfa bölü 2-ni, onun yarısını gəldikdə intensivlik 0-a qədər azalırsa, deməli 90 olur da bu. 90-da 0-a qədər azalır. Çünki kosinus 90 dərəcədə 0 qiymətini alır. Onda biz 1/5 alfanı bərabərləşdirəcəyik 90-a. Alfa da bərabər olacaq 60 dərəcə. Əvvəlki qiyməti deməli 60 imiş. Dalğa uzunluğu lambda 1, 4 vurulsun 10 üstü mənfi 6-dır. Nu1 isə 6 vur 10 üstü 13. Sınma bucağı deyir ki 30 dərəcədir. Normalla göstərilir sınma bucağı 30 dərəcədir. Birinci mühitdə düşmə bucağını soruşur. İkinci mühitdə yayılma sürəti elə 3 vurulsun 10 üstü 8-dir. Çünki vakuma çıxır. Birinci mühitdə yayılma sürətini bilmirik, amma tapa bilərik. V1 bərabərdir. Lambda bölünsün T1, o da bərabər. Lambda 1 vurulsun Nu1. Bunların hasili ilə tapılacaq. İndi yazırıq sinus alfa bölünsün sinus beta, yəni sinus 30 dərəcə. O da bizə 0,5 verir. Bərabərdir. Birinci mühitdəki sürət, yəni 24 vur 10 üstü 7 böl. İkinci mühitdəki sürət 3 vur 10 üstü 8. Buradan da sinus alfanı tapırıq. 0,4. 5 saniyə sonra cisimlər koordinat başlanğıcında olurlar. Birinci cisim üçün tənliyi yazıram. X1 bərabərdir. Mənfi 40 üstəgəl V1x-dir. X oxu istiqamətində gedir. Mənfi 40 üstəgəl V1xt bərabərdir 0. T'nin də yerinə 5 yazıram. Buradan tapıram ki, V1x bərabər olacaq 8-ə. Eyni qayda ilə ikinci üçün koordinat tənliyini yazıram. 20-dən başlayıb X oxunun əksi istiqamətində gedir. T'nin yerinə 5 qoyuram. İkincinin sürəti də 4-dür. İndi mənə deyir ki, aralarındakı məsafə 180 metr olsun. Onda mən birincinin tənliyindən ikincinin tənliyinə çıxacağım. Bərabər edəcəm 180-də. T də bərabər olacaq 20 saniyə. İndi T'nin yerinə aparıb 20 qoysaq, burada 120 verir. Burada da mənfi 60 verir. Deməli, ikinci cisim haradasa buralara gəlib mənfi 60-da olacaq. Birinci cisimdə buralara gəlib 120-də olacaq. Və 120 ilə mənfi 60 arasındakı məsafə 180 metr edəcək. Proton 1, 1. Alfa zərrəcik helium 2, 4 nüvəsidir. Yükədədir, kütlədədir. Burada da belə. Əyrilik radiusunun düsturunu yazsaq, MV bölünsün QB-dir. Və proton üçün M 1-dir, Q də 1-dir. Alfa zərrəcik üçün M 4-dür, Q 2-dir. Aha, onsuz da eyni sürətlə daxil olublar da. Bir cins maqnit sahəsidir, B də eynidir, V də eynidir. Onda alfa zərrəciyin əyrilik radiusu çox olacaq. Yəni, birinci protona aiddir, ikinci də alfa zərrəciyə. Omega bərabərdir fi böl T'dir. 60 dərəcəni biz pi böl 3 yaza bilərik. Pi böl 3T. Buradan T'ni tapıram. Pi böl 3 omega. Pi'nin yerinə 3 qoyuram. Omega da 0,5'dir. 3'lər ixtisar gedir. Buradan da alıram 2. Müqavimət rho L bölünsün S ilə təyin olunur.
3 nixrom naqil deyirsə, material eynidir, deməli rho eynidir. Uzunluqlar da eynidir. R-dəki S-lə tərs mütənasib asılıdır. I bərabər U bölünsün R. R-in də yerinə rho L böl S qoysaq, S qalxır yuxarı. Cəryan şiddəti S-lə düz mütənasib asılı olmuş olur. Onda əgər buradakı cəryan I olsa, buradakı cəryan da I olacaq. Ancaq burada 2I olacaq. Ümumilikdə I, 2I toplanır bunlar, verir 4I. İndi şərtdə mənə verib ki, I1 2 amperdir. I1 2 amperdirsə, onda I2 də 2 amperdir. I3 2 vur 2 4 amperdir. Bu da ki 4 vur 2 8 amperdir. Liam da bərabər VT, o da bərabər V böl N-dir. Digər tərəfdən V bərabər S böl N-dir. Liam da bərabər olacaq S bölünsün N yanında N. N-ni buradan tapmaq üçün S-ni Liam da N-ə bölmək lazımdır. Yəni 3 vur 10 üstü 8. N 5'dir. Dalğa uzunluğu da 1, 2, 3, 4 hissə sayırıq. 0, 10'da-2'dir. Amma kilometr yazıblar. Onu da 10 üstü 3'ə vururam ki, metrə çevirilsin. Bu da olacaq 3 vurulsun 10 üstü 5. P bərabərdir. IU gücün düsturudur. Onda bizə bir ampermetr, bir dənə də voltmetr lazımdır. Ampermetr dövrəyə ardıca, voltmetr də paralel qoşulur. Voltmetri də paralel qoşmaq lazımdır. Kiloqramdırsa, deməli aşağı doğru 30 Newton ağırlığı var. Gərilmə isə 25'dir. Yuxarı doğru 25 Newton var, aşağı doğru isə 30 Newton var. Deməli, yuxarı doğru daha 5 Newton da lazımdır ki, tarazlıq olsun. 5 Newton. Bu, kulon itələmə qüvvəsidir. Qiyməti 5 Newtondur. Aşağıda müsbət yüklər var. Əgər bu yük itələnirsə, deməli bu yükün işarəsi özü müsbət olmalıdır ki, müsbət müsbətdən itələnsin.